Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri mən sizə natural ədədlər bölməsinin izahını verəcəm. Deməli, sayma zamanı istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Ən kiçik natural ədəd 1-dir, ən böyük natural ədəd yoxdur, çünki natural ədədlər sonsuz saydadır. 0 natural ədəd deyil. Natural ədədlərdən söhbət edən zaman biz burada tək və cüt ədədlərdən danışırıq. Tək ədədlər sonu 1, 3, 5, 7 və 9-la bitən ədədlərdir. Yəni 1, 3, 5, 7 və 9-la sonu bitən ədədlər tək ədədlərdir. Məsələn, 23, 35, 49 bunlar tək ədədlərdir. Sonu 0, 2, 4, 6 və 8 ilə bitən ədədlər isə cüt ədədlərdir. Məsələn, 20, 32, 46 bunlarsa cüt ədədlərdir. Biz burada ardıcıl, natural ədədlər deyəndə bizə desək ki, ardıcıl natural ədədlər yazırıq x üstəgəl 1, x üstəgəl 2 və bu formada. Desək ki, ardıcıl cüt natural ədədlər o zaman yazırıq 2x, 2x üstəgəl 2, 2x üstəgəl 4 və s. Ardıcıl tək natural ədədlərdəsə, ardıcıl tək natural ədədlərdəsə biz yazırıq x üstəgəl 2, x üstəgəl 4 və bu formada. Bunlardan istifadə edib belə bir suala baxaq. Bizə deyir ki, 3 ardıcıl tək natural ədədin cəmi 75 olarsa bu ədədləri tapın. 3 ardıcıl tək natural ədədin cəmi 75 olarsa bu ədədləri tapın. 3 ardıcıl tək natural ədədlər hansılardır? Baxın, burada yazmışıq. Yazıram x üstəgəl x plus 2 üstəgəl x üstə 3 bərabərdir 75. 3x üstəgəl 5 burada 4'tür, üzrü sayın. 3x üstəgəl 6 bərabərdir 75. 3x bərabərdir 69'a, x də bərabərdir 69 bölü 3, 23. Deməli, biri 23-dürsə, 2 arta gedir. Digəri 25-dir, digəri də 27-dir. Biz bu ədədlərin hər birini tapdıq. Bunun belə bir praktik üsulu da var ki, əgər bunların cəmi 75-dirsə, mən 75-i bölürəm 3 yerə, çünki 3 ardıcıl tək natural ədəddən söhbət gedir axı. 3 yerə bölürəm, deyirəm 25. Deməli, biri 25-dir ortada olan. Biri ondan sağdadır, digəri də ondan soldadır. 23'dür, 25'dir, 27'dir. Bu formada da praktik olaraq tapa bilərik. Bunlardan sonra biz gəlirik tək və cüt ədədlərin xassələrinə. Deməli, biz bilməliyik ki, 2 tək ədədin cəmi bizə cüt ədəd verir. Məsələn, 3 üstəgəl 5 bərabərdir 8 cütdür. Sonra 2 cüt ədədin cəmi bizə cüt ədəd verir, məlumdur. 2 üstəgəl 4 bərabər 6 cütdür. Tək ədədlə cüt ədədin hasili cüt ədəd verir, məlumdur. 3 vurulsun 8, 24 cütdür. Sonra cüt ədədlə cüt ədədin hasili cüt ədəd verəcək. 2 vurulsun 4 bərabərdir 8 cütdür. 2 tək ədədin hasili bizə tək ədəd verir. Məsələn, 3 vurulsun 9, 27 təkdir. Sonra tək ədədin natural üstü qüvvəti bizə tək ədəd verir. Məsələn, 3 təkdir, 3 üstü 5, 81, bu da təkdir. Və cüt ədədin natural üstü qüvvəti bizə cüt ədəd verir. Məsələn, 2 cütdür, 2 üstü 5 də 32'dir, bu da cütdür. Bunları da biləndən sonra biz gəlirik natural ədədlərin onluq say sistemində yazılışına. Natural ədədlərin onluq say sistemində yazılışında rəqəmin tutduğu yer mərtəbə adlanır.
ve sağdan sola doğru düzülür. Sağdan sola doğru da bu formada düzülür. Teklikler, onluklar, yüzlükler, minlikler ve bu formada davam eləyir. Bundan sonra biz gəlirik bu natural ədədin mərtəbə vahidlərinə ayrılışına baxaq. Mərtəbə vahidlərinə ayrılışına baxaq. Bu formada olur. Burada A, B, C, D hər biri rəqəmlərdir. A ilk rəqəm olduğu üçün sıfırdan fərqli olmalıdır. B, C, D isə sıfırda ola bilərlər. Və maksimum 9 qiymətini ala bilərlər. 9-dan böyük qiymət ala bilməzlər. Və mənfi qiymətlər də ala bilmirlər. Yəni müsbət tam qiymətlər almalıdırlar və ilk ədəd rəqəm istisna olmaqla qalan rəqəmlər sıfır ola bilər. Və burada biz bilirik ki, A sayda minlik var, B sayda yüzlük var, C sayda onluq var, D sayda təklik var. Baxın, burada qeyd etdiyimiz kimi biz bunları deməli sağdan sola doğru düzürük. Təklik, onluq, yüzlük, minlik. Bu formada bunları deməli düzə bilirik. Yaxşı. Bunları da biləndən sonra biz bir nümunəyə suala baxaq bunlara aid. Deməli, bunların açılışı mən sizə əvvəlcə qeyd edeyim. Məsələn, 4 rəqəmli var, 3 rəqəmlisi var, 2 rəqəmli ola bilər. Bunların açılışları bu formadadır. 2 rəqəmli olanda 10 vurulsun A üstə gəl B. 3 rəqəmli olanda artıq olur 100A üstə gəl 10B üstə gəl C. 4 rəqəmli olanda 1000A üstə gəl 100B üstə gəl 10C üstə gəl D bu formada. İndi bunlara aid bir suala baxaq. Tutaq ki, misal bizə belə verir. Misalda deyir ki, çıxılsın AB bərabərdir 143 olarsa A üstə gəl B cəmini tapın. A üstə gəl B cəmini tapaq. Biz buradan nə edirik? Bunların açılışlarını yazırıq. 3 rəqəmlidir. 3 rəqəmliyə uyğun açılış budur. 100A üstə gəl 10B. Burada C'nin yerində 8 durub. Üstə gəl 8. Çıxılsın 10A mötərizədə üstə gəl 10B bərabərdir 143. 100A üstə gəl 10B üstə gəl 8. Mötərizəni açırıq. Çıx 10A çıx B bərabərdir 143. Sadələşdirsək 100A-dan 10-a çıxıram eləyir 90-a. 10B-dən B-ni çıxıram eləyir 9B. 8-i də sağ tərəfə aparsam 143 çıxılsın 8 eləyir 135. Və hər tərəfi 9-a bölsəm 10A üstə gəl B 135 də 9-a 1 9-un 90 15 dəfə bölünür. Yəni AB bizdə 15-dir. AB 15-dirsə buradan alınır ki A 1-dir, B də 5-dir. Bu formada olar. Və A üstə gəl B-ni bizdən soruşur. 1 üstə gəl 5 bərabərdir 6. Bu formada olar. Bunun başqa yolu da var. Başqa yolu necə yaza bilərik? Bunları biz alt-alta çıxa bilərik. Alt-alta çıxan zaman bu formada yazırıq. Bərabərdir dedik 143. Və buradan fikir veririk. Son rəqəm 8-dir. 8-dən mən nəyi çıxsam 3 verəcək? Əlbəttə ki 5. Çünki nəzərə alsaq ki, bunların hər biri rəqəmlərdir. 5. B 5-dirsə, deməli burada 5 yazdım. 5-dən nəyi çıxsam mənə 4 verir. Əlbəttə 1. A da bərabərdir 1. Deməli, B 5-dir, A 1-dir. Bu formada da biz praktiki üsulla A və B-ni tapa bilərik. Başqa bir nümunə misala baxaq. Bizə deyir ki, misal 2. 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 3A üstə gəl
4B olarsa A üstəgəl B cəmini tapın. Və mən AB-nin açılışını yazıram. AB-nin açılışı məndə 10A üstəgəl B-dir. O zaman bərabər edirəm 3A plus 4B-yə. Yəni 10A üstəgəl B bərabərdir 3A plus 4B. A-ları bir tərəfə yığıram. 10A çıxılsın 3A. B-ləri bir tərəfə yığıram. 4B çıx B. Eləyir 7A bərabərdir 3B. Buradan da 7 və 3 qarşılıqlı sadə ədədlər olduğu üçün o zaman deyirik ki, A bərabərdir 3-ə, B də bərabərdir 7. Bu da bizə verir A üstəgəl B, 7 üstəgəl 3, 10. Bu formada tapa bilərik. Və sizə bir qısa qayda deyim. Qeyd kimi bunu yaza bilərsiniz. Qeyd. Topluda da buna aid sual var. 4 rəqəmli ədədini AB 2 rəqəmli ədədinə böləndə 101 verir. ABC 6 rəqəmli ədədini ABC 3 rəqəmli ədədinə böləndə 1001 verir. Məsələn, baxaq belə bir suala. Tutaq ki, belə bir 6 rəqəmli ədədi verib. Deyir ki, bölünsün 123. Burada da biz dedik ki, cavab nə eləyəcək? 1001. Bunu da biləndən sonra biz gəlirik nəyə? Verilmiş aralıqda tam və natural ədədlərin sayının tapılması. Tutaq ki, bizə parça verir, A1, AM parçası verir və bu parça ədədləri deyir ki, D ədədinə, hər hansı bir D ədədinə tam bölünərsə, tam bölünürsə, həmin A1 ayın parçasında D-yə tam bölünən ədədlərin sayı belə tapılır. M bərabərdir. Böyüyü çıxılsın kiçiyə, yəni ayın çıxılsın A1, bölünsün D üstəgəl 1. Burada ayın sonuncu ədəddir. A1 birinci ədəddir. D ardıcıllığın artması neçə artırsa o ardıcıllıq həmin D-dir. N də bütün ədədlərin sayıdır burada. Say bizə lazımdır. Bir də düsturda var. Məsələn, misal üzərində baxaq. Bunu bizə belə soruşa bilər. 2, 18 parçasında neçə tam ədəd var? Natural ədəd var. Biz burada nə edirik? 2-dən 18-ə qədər. D burada artma aralığı nədir? 1. Yəni 1 artır da 2, 3, 4 bizdən bunları soruşur. Yəni D burada 1-dir. O zaman bunların sayını tapmaq üçün 18 çıxılsın 2 bölünsün 1 üstəgəl 1. Belə tapırıq da. Bu da eləyir 16 üstəgəl 1, 17. 17 dənə ədəd var. Məsələn, başqa tutaq ki, deyir 3, 6 parçasında neçə natural ədəd var? Yenə yazırıq 6 çıx 3. Artıq burada 1-ə bölmürük. Elə birbaşa üstəgəl 1 yazırıq. Bu da eləyir 4 dənə. Hansılardır? 3, 4, 5, 6 bunlardır. Bu formada. Yox, əgər bizdən intervalda soruşsa, məsələn soruşsa ki, A1, AN intervalında D-yə tam bölünən neçə natural ədəd var? O zaman biz nə eləyirik? A-ın çıxılsın A1 bölünsün D çıxılsın 1 yazırıq. İnterval nə deməkdir? Parça ilə intervalın fərqi o idi ki, uşaqlar. Parçada A1 ilə AN də həmin saya daxildir. Məsələn, burada 2, 18 parçasında bizdən soruşursa, 2 ilə 18 də biz sayırıq. Amma intervalda soruşursa, artıq biz bu uc qiymətləri, ədədləri saymırıq. Ona görə çıx 1 olur burada. Məsələn, bizdən soruşsa ki, 3, 6 intervalında neçə natural ədəd var? O zaman biz 6 çıxılsın 3, çıx 1 yazarıq interval dediyi üçün. Bu da 2 eləyir. Hansılardır? 4 ilə 5. Çünki dediyimiz kimi bu uc qiymətlərin hesablamırıq, saymırıq onları interval olanda. Başqa birinə baxaq. Məsələn, belə soruşa bilər. 7, 38 aralığında 7-yə bölünən
ədədlərin sayını tap. 7-yə bölünən ədədlərin sayını deyirsə, biz burada nə edirik? Biz burada nə edirik? Yəni bunu 38-i 35 eləyək, 7-yə bölünən ədəd olsun da. Çünki biz qaydada dedik axı, A1 ayın hər ikisi 7-yə bölünməlidir. 7-yə bölünən deyirsə, biz belə tapırıq. 35 çıxılsın 7. 7-yə bölünən deyir axı. Ona görə bölərəm 7-yə, üstə gələrəm 1-i. Bu da eləyəcək 28 bölü 7, 4, üstə gəl 1, elədi 5. Həqiqətən də hansılardır? 7-dir, 14-dür, 21-dir, 35, 28-dir. Bir də hansıdır? 35'ti. 1, 2, 3, 4, 5 dənə həqiqətən də. Bu formada biz bunları tapa bilərik. Bunları da biləndən sonra biz keçirik bölünmə əlamətlərinə. Bölünmə əlamətlərində tam bölünmə əlamətlərindən əvvəlcə danışacağıq. Yadda saxlayın ki, bunu bilirik ki, ədədi sıfıra bölmək olmaz, sıfıra bölmək mənasızdır. Sıfırı istəyənlərlə də vuranda və ya böləndə cavab yenə sıfır eləyir. Yəni 0 bölü 5 sıfırdır, 0 vur 5 sıfırdır, amma heç bir ədədi sıfıra bölmək olmaz. Gəlirik 2-yə bölünmə əlamətinə. 2-yə bölünən ədədlər sonu cüt olan ədədlərdir. 2-yə bölünən ədədlər hansı ədədlərdir? Cüt ədədlərdir. Bütün cüt ədədlər 2-yə bölünən ədədlərdir. 18, 36, 256 hamısı 2-yə bölünür. 3-ə bölünmə əlaməti nədir? 3-ə bölünmə əlaməti odur ki, ədədin rəqəmləri cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Rəqəmləri cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Məsələn, tutaq ki, ədəd yazıram özümdən. 17836. Deyir ki, bu ədəd 3-ə bölünür ya yox. Mən bunun rəqəmləri cəmini toplayıram. Yəni götürüb bunları topladım. Neçə elədi? 1 üstə 7, 8, o da 8, 16. Bu da 9, 25. 25 3-ə bölünür, bölünmür. 3-ə bölünmür. Deməli, 17836 ədədi də 3-ə bölünməyəcək. Gəlirik 4-ə bölünmə əlamətinə. 4-ə bölünmə əlamətində ədədin son 2 rəqəmi 0 olarsa və yaxud da ki, son 2 rəqəmi 4-ə bölünərsə, bu ədəd 4-ə bölünür. Məsələn, 500. Görürəm ki, son 2 rəqəmi 0-dır. Və yaxud da ki, 25600. Görürəm son 2 rəqəmi 0-dır. Deyirəm 4-ə bölünür. Və yaxud başqa birinə baxıram. Tutaq ki, 17896. Görürəm son 2 rəqəm 96-dır. 4-ə bölünür? Bəli, bölünür. Deməli, bu ədəd də 4-ə bölünür. Bu da bizdə oldu 4-ə bölünmə əlaməti. 5-ə bölünmə əlaməti nədir? Sadədir 5-ə bölünmə əlaməti. Ədədin sonu 0 və ya 5 ilə bitirsə, bu ədəd 5-ə bölünür. Hansı ədədin sonu gördü 0-dır ya 5-dir, deyərsiniz ki, bu ədəd 5-ə bölünür. 6-ya bölünmə əlaməti odur ki, ədədin 6-ya bölünməsi üçün bu ədəd eyni zamanda 2 və 3-ə bölünməlidir. Eyni zamanda həm 2-yə, həm 3-ə. Bölünürsə, deməli deyə bilərik ki, bu ədəd 6-ya da bölünür. 7-yə bölünmə əlaməti. Çox zaman bu 7-yə bölünmə əlaməti istifadə olunmur, amma bunu sizə deyəcəm. 7-yə bölünmə əlaməti üçün hansı ədəd 7-yə bölünür? Bunu qıraqda yazıram, çünki bu çox da düşmür, amma bilməyiniz yaxşıdır. 7-yə bölünmə əlamətində ədədin sonuncu rəqəmini 5-ə vurub, qalan hissəsilə toplayanda alınan cəm 7-yə bölünürsə, deməli, ədədin özü də 7-yə bölünür. Necə dedik? Dedik ki, ədədin sonuncu rəqəmini 5-ə vurub, qalan hissə ilə toplayanda alınan cəm 7-yə bölünürsə, deməli nədir? Bu ədəd də 7-yə bölünür. Məsələn, bir nümunəyə baxaq.
Deyir ki 532 ədədi. Ne edirəm burada? Yazıram 53, yəni son rəqəmindən başqa nə qalıb burada? 53. Üstə gəl, son rəqəmi də vurulsun 5. Neçə elədi? 63. 63 7-yə bölünür. Bəli, 9 dəfə bölünür. Deməli 532 də 7-yə bölünür. Həqiqətən də bir yoxlayaq. Yoxlayanda 7 dənə 7 49, 53-dən 49 çıxdım 4, 2 47, 6 dəfə bəli bölündü. Deməli bu formada tapmaq olar. Başqa birinə baxaq. Belə bir ədəd deyir. Biz nə edirik? Sonuncu rəqəmindən başqa 300-dür. Yazırıq 300. Üstə gəl sonuncu rəqəmi də vur 5. Elədi 315. 315 7-yə bölünür ya yox. Bunu da qısa yolla deməli belə tapa bilərik. 315 bölünsün 7, 4 dənə 7, 28, 35, 5 dənə 7, bəli, bölünür. 45 dəfə. Deməli, 3000, 3 ədədi də 7-yə bölünür. Bu formada tapa bilərik. 8-ə bölünmə əlaməti. 8-ə bölünmə əlaməti odur ki, ədədin sonuncu 3 rəqəmi sıfırdırsa, bu ədəd 8-ə bölünür. 8-ə bölünmə əlamətində ədədin son 3 rəqəmi sıfırdırsa, bu ədəd 8-ə bölünür. Və yaxud da ki, son 3 rəqəm 8-ə bölünürsə, bu ədəd 8-ə bölünür. Baxın, 4-də bölünməklə uyğunluq var. 4-də ya son 2 rəqəm 0 olmalı idi, və yaxud da ki, son 2 rəqəm 4-ə bölünməli idi. 8-ə bölünmədə isə deyir, ya sonu 3 sıfırla bitsin və yaxud da ki, son 3 rəqəm 8-ə bölünsün. Tutaq ki, belə 32 min. Sonu 3 sıfırla bitir. Deyirsiniz ki, bəli, bu ədəd nədir? 8-ə bölünür. Və yaxud da ki, 40.016. Son 3 rəqəm budur. İndi burada 0 ilə başladığı üçün biz bunu hesablamırıq. Elə 16 8-ə bölünür. Bəli. Deyirik ki, 40.016 da 8-ə bölünür. Gəldik 9-a bölünmə əlamətinə. 9-a bölünmə əlaməti odur ki, rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. 3-ə bölünməklə eynidir. 3-ə bölünmədə rəqəmləri cəmi 3-ə bölünən 3-ə bölünürdü. Burada da rəqəmləri cəmi 9-a bölünən 9-a bölünür. Məsələn, 765. Rəqəmləri cəmi topladım, elədi 18. 18 9-a bölünür, bəli. Deməli, 765 də 9-a bölünər. Və yadda saxlayın ki, 9-a bölünən bütün ədədlər həmişə də 3-ə bölünür. 10-a bölünmə əlaməti ən sadəsidir. Sonu 0-la qutaran bütün ədədlər 10-a bölünür. Bu da oldu belə. Gəlirik bir misala baxaq. Bunlara aid bir suala baxaq. Bu misal 3-dür. Bizə deyir ki, belə bir ədəd verib, 6 rəqəmli ədəd. Deyir, bu ədəd 3-ə tam bölünür. 3-ə tam bölünürsə, o zaman B-nin ala biləcəyi qiymətlərin cəmini tapın. B-nin ala biləcəyi qiymətlərin cəmi. 3-ə bölünmə əlaməti nə idi? Onu xatırlayaq. 3-ə bölünmə əlaməti o idi ki, rəqəmləri cəmi 3-ə bölünməlidir ədədin. Gəlin bunun rəqəmləri cəmini tapaq. Neçə eləyir? 6, o da 4, 10. 10 üstə gəl B. İndi B burada neçə olsa 3-ə bölünər bu ədəd. B-yə 1 versəm 11 bölünməz. 2 versəm 12 bölünər. 3 versəm 13 bölünməz. 4 versəm 14 bölünməz. 5 versəm bölünər. 6 versəm 16 eləyir bölünməz. 7 versəm cəm 17 eləyir bölünməz. 8 versəm 10 üstə gəl 8 18 eləyir, bəli bölünər. 9 versəm bölünməz. Deməli 10 da verə bilmərəm, çünki biz demişdik ki, bunların hər biri maksimum 9 qiymətini ala bilir. 2, 5, 8 qiymətlərini B-yə verəndə nə olur? 3-ə bölünür. B-nin də ala biləcəyi tam qiymətlərin cəmi 2 üstə gəl 5 üstə gəl 8 elədi 15. Bu oldu belə. Bunları da bildik. Gəlirik indi qalıqlı bölməyə. Qalıqlı bölmə nədir?
A ədədini B ədədinə tam bölünmürsə, belə bölməyə deyirik ki, qalıqlı bölmə. Qalıqlı bölmədə bu formada olur. A-nı B-yə bölürük, bir natamam qismət C, qalıq da R olur. Bölünən, bölən, natamam qismət, qalıq. Yadda saxlayaq ki, burada birincisi A tam ədəd olmalıdır, B natural ədəd olmalıdır və R qalığı ən kiçik sıfır ola bilər. Yəni tam bölünsün. O zaman qalıqsız bölümü olur. Əks halda da B-dən kiçik olmalıdır. B-yə bərabər də ola bilməz. B-dən həmişə kiçik olmalıdır. Bunları da bildik. Deməli, baxırıq. Bizə belə sual verə bilər. Bölən B olarsa, alına bilən qalıqlar deməli hansılar oldu? Baxın, burada yazmışıq. 0, B. Yəni B daxil deyil. Dedik B-dən kiçik olmalıdır, amma 0 daxildir. Artıq burada deməli 0-da qalıq qalmadığı üçün biz buna qalıqsız bölmə deyirik. Bu oldu belə. Bəzən belə bir sual verir. Ədədi 5-ə böləndə alına bilən qalıqları tap və ya alına bilən ən böyük qalığı tap. Yadda saxlayın, ədədi 5-ə böləndə deyirsə, yəni B bizdə 5-dir. B 5-dirsə, alına bilən qalıqda maksimum 4 ola bilər. 3 də olar, 2 də olar, 1 də olar, amma nədir? Ən böyük maksimum 4 ola bilər. B-dən kiçik olmalıdır qalıq. 5-dən kiçik olur qalıqlar. Topulda da buna aid suallar var. Ədədi 10-a böləndə alına bilən ən böyük qalıq. Əlbəttə 10-a böləndə deyirsə, qalıq 10-dan kiçik 9 ola bilər ən böyük. 20-yə böləndə ən böyük qalıq 19 ola bilər. Bu formada tapa bilərik. Bundan əlavə belə bir sual verə bilər bizə. Bölən 4 natamam qismət 2 və qalıq 1 olarsa, bölünəni tapın. A-nı yəni soruşur. Bizdə bölünən A-dır, bilmirik. Bölən 4-dür, natamam qismət 2-dir, qalıq da 1-dir. O zaman qalıqlı bölmək üçün belə bir düstur var. Əvvəlcə bu düsturu sizə xatırladım. Düsturumuz belədir ki, bu qalıqlı bölməyə görə A bərabərdir, B vurulsun C üstəgəl R. Bu düsturu yadda saxlayırıq. O zaman onda A bölünsün 4, B-nin yerinə 4 qoyuram. Natamam qismət 2 qalıq 1-dirsə, düstura görə hesablayıram. 4 vurulsun 2 üstəgəl 1, 8 plus 1, 9. Bu şəkildə tapa bilərik. Bunu da bildiksə, sonra biz keçirik sadə və mürəkkəb ədədlərə. Sadə və mürəkkəb ədəd anlayışları ilə tanış olaq. Deməli, bölənlərinin sayı 2-dən az olan ədəd 1-dir. Yəni 1 o deməkdir ki, bunun bir dənə bölündüyədir. O da 1-in özüdür. Başqa heç bir böləni yoxdur. Bölənlərinin sayı 2 olan ədədlər isə, məsələn, hansı ədədlərdir? 2 o deməkdir ki, bölənlərinin sayı 2 odur ki, 1-ə bölünür, bir də özünə bölünür. Başqa heç bir şeyə bölünmür. Məsələn, 2-dir, 3-dür, nə bilim 11-dir, 13-dür. Bunlar o deməkdir ki, bölənlərinin sayı 2 dənədir. Bir özünə bölünür, bir də 1-ə bölünür. Bunlara deyirik sadə ədədlər. Yalnız 2 böləni var, 1 və özü. Yaxşı. Bir də 2 yeganə cüt ədəddir ki, sadədir. Qalan bütün cüt ədədlər hamısı mürəkkəbdir. Bölənlərinin sayı 2-dən çox olan ədədlər isə nədir? Mürəkkəb ədədlərdir. Yəni 1-dən və özündən başqa da bir ədədə bölünür. Bunlar nədir? Mürəkkəb ədədlərdir. Mürəkkəb ədədlər də məsələn 4-dür, 8-dir, 15-dir, 25-dir, 28-dir, 36-dır. Bunlar mürəkkəb ədədlərdir. Yaxşı. Yadda saxlayın ki, sadə və mürəkkəb ədədləri bildiksə, deməli,
sadə və mürəkkəb ədədləri bildiksə, ondan sonra biz gəlirik nəyə? Qarşılıqlı sadə ədədlərə. Qarşılıqlı sadələr. Qarşılıqlı sadələr deməzdən əvvəl mən ədədin sadə vurğulara ayrılışını deyim sizə. Ədədin sadə vurğulara ayrılışında nə edirik? Mürəkkəb ədədin sadə vurğulara ayrılışı. Bu formadadır. Ümumi şəkildə mürəkkəb ədədi sadə vurğulara ayırmağın yolu budur ki, hər hansı bizə bir sadə ədəd, mürəkkəb ədəd verir, 36. Mən bunu belə sütun üzrə bir xətt çəkirəm. 36-nı bölü hansı ən kiçik sadə ədədə bölünür? 2-yə böldüm. 18 dəfə. 18 hansı ən kiçik sadə ədədə bölünür? Yenə 2-yə. Neçə dəfə? 9 dəfə. 9 hansı ən kiçik sadə ədədə bölünür? Artıq 2-yə yox, 3-ə bölünür. Bəli. Neçə dəfə? 3 dəfə. 3 də 3-ə bölünür 1 dəfə. Yəni, bu o deməkdir ki, 36 nəyə bərabərdir? 2 vur 2 vur 3 vur 3. Yəni, bunların hasili. Buradan da 2 dənə 2 olduğundan 2 üstü 2, 2 dənə 3 olduğundan 3 üstü 2 bu şəkildə yazırıq. Bu oldu nə? Sadə vurğulara ayrılışı. Nə deməkdir sadə vurğulara ayrılışı? Yəni, bu hasil hər biri sadə ədədlər olmalıdır. Daha mən 36-nı 4 vur 9 kimi yazsam, bu sadə vurğulara ayrılış deyil. Çünki nə 4 sadədir, nə 9 sadədir. Sadə vurğulara ayrılış bu formada olmalıdır. Bunu da bildik. Ondan sonra biz buradan sadə vurğuların sayını soruşa bilər bizdən. Sadə vurğuların sayını soruşanda yadda saxlayın. Üstlərini toplayırıq biz bunları. Neçə dənədir? Buradan da açıq-aydın görünür də 4 dənədir də sadə vuruq. Yəni 2 üstə gəl 2 oldu 4 dənə. Sadə vurğuların sayını 4 dənə bildik. Sadə bölənlərinin sayı deyəndə yadda saxlayın. Sadə vurğuların sayı oldu 4 dənə. Müxtəlif sadə vurğuların sayını soruşa bilər. Müxtəlif sadə vurğuların sayını soruşa bilər bizdən. Və yaxud da ki, sadə bölənləri soruşa bilər bizdən. Sadə bölənlər. Bunlar ikisi də eyni bir-birinə bərabərdir bunların sayı. Hər ikisi 2 dənədir. Hansılardır? Müxtəlif. Baxın bunlar. Niyə görə mən ancaq bu birin götürdüm hərəsindən? Çünki müxtəlifdir axı. 2 də 2 dənədir, 3 də 2 dənədir. Müxtəlif olan elə 2 ilə 3-dür. 2 dənəsi müxtəlifdir. Qalanları bir-birinin eynidir. Ona görə 2 dənə müxtəlif sadə vuruq var və yaxud da ki, sadə bölən var. İndi ümumi şəkildə sizə düstur formasında bunu deyim. Ədədi, hər hansı bir n natural ədədini sadə vurğulara ayırdım. Tutaq ki, bu formada A üstü n, B üstü m, C üstü k şəklində ayırdım. Məndən soruşsa ki, natural bölənlərin sayını tap, natural bölənlərinin sayını tap. Mən götürüb yazıram natural bölənlərinin sayı n üstə gəl 1, m üstə gəl 1, k üstə gəl 1. Neynədim fikir verin? Hər birinin üstlərini bir vahid artırıb bir-birinə vurdum. Bu oldu natural bölənlərinin sayı. Sonra məndən soruşa bilər, nədir bunun? Sadə vuruqlarının sayı. Sadə vuruqların sayı. Sadə vuruqların sayı deyəndə yenə dediyim kimi üstlərini toplayırıq. N üstə gəl M üstə gəl K. Müxtəlif sadə vuruqların sayını soruşsa, müxtəlif sadə vuruqların sayı bu hansılardır? Aşağıları sayıram. 1, 2, 3. 3 dənədir deyirəm, 3 dənə. Əgər burada əlavə bir D də olsaydı, deyərdim 4 dənə. Bu formada davam eləyərdik. Eyni qaydada sadə bölən də desə, sadə bölənlərinin sayı bu da elə müxtəlif sadə vuruqların sayı ilə eynidir. Bunu da bildik. Ondan sonra tam bölənlərinin sayını soruşa bilər. Tam bölənlərinin sayı da yadda saxlayın. Natural bölənlər, bir də onun əksi var deyə, mənfiləri var deyə. Ona görə tam bölənlərinin sayı da yadda saxlayın ki, tam bölən sayı hələ natural bölən sayının 2 mislidir. Yəni 2 vurulsun T. Bu formada olar. İndi bunlara aid bir misala baxaq. Məsələn, deyir ki,
120 ədədinin 120 ədədinin natural bölənlərinin sayını tap. Mən 120-ni sadə vurğulara ayırıram. Birbaşa da yazıram bura 2 üstü 3, 3 üstü 1, 5 üstü 1. Yəni çünki burada ayırsam 120-ni sadə vurğulara 120 2-yə bölünür 60 dəfə, 60 2-yə 30 dəfə, 30 2-yə 15 dəfə bölünür, 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. Bu da 3 dənə 2 olduğundan 2 üstü 3, bir dənə 3 olduğundan 3 üstü 1, bir dənə 5 olduğundan 5 üstü 1 yazdım. İndi mən nə deyir? Natural bölən sayı. Natural bölənlərin sayı nə idi? Üstlərini bir vahid artırıb bir-birinə vurmurdum. Burada da bu üstləri bir vahid artırıb bir-birinə vuracağım. T bərabərdir. 3'ü də bir vahid artıracağım. Biri də bir vahid artıracağım. O biri də bir vahid artıracağım. Bu da 4 vur 2 vur 2. Bu da elədi 16. Deməli, natural bölənlərinin sayı neçədir? 16-dır. Sadə vurğuların sayı soruşsa, deyərsən 3 dənə burada var, bir dənə burada var, bir dənə burada var. Toplam nə qədər elədi? 5 dənə. Bu oldu natural bölənlər, bu oldu sadə vurğuların sayı. Müxtəlif sadə vurğuların sayını soruşsa, əlbəttə 2, 3, 5, 3 dənədir. Həmçinin də bu sadə bölən deməkdir. Tam bölənlərin sayını soruşsa, o zaman nə deyərsən? Natural bölənlərin sayı vur 2. Yəni 16 vur 2, 32. Bu formada. Yəni çətin deyillər. Bu oldu belə. Yaxşı. Bunları da bildiksə, bunlardan sonra biz keçirik nəyə? Natural bölənlərinin cəminin tapılmasına. Natural bölənlərin cəminin tapılmasını da elə düsturun burada sizə deməlidir. S cəm bərabərdir. Bu formada əgər ədəd sadə vurğulara ayrılıbsa, bu formada olur. A üstündə m plus 1 çıxılsın 1 bölünsün A çıx 1. Vurulsun B üstündə m plus 1 çıxılsın 1 böl B çıx 1. Vurulsun C üstündə K plus 1 çıxılsın 1 böl C çıx 1. Bu şəkildə olur. Məsələn, elə gəlin 120-nin natural bölənlərinin cəmini tapaq. Necə olacaq? A üstündə m plus 1 deyirəm. Baxıram ki, baxın, bununla bu düsturu tutuşdururam. A-nın yerində nə durur? 2. 3 nədir? M plus 1. 3 plus 1 nədir? 4. Çıx 1 böl 2 çıx 1. Vurulsun. 3 üstündə 1 plus 1 2'dir. Çıx 1 bölünsün 3 çıx 1 vurulsun. 5 üstündə 2 eləyəcək. Çıx 1 böl 5 çıx 1. Bu da S bərabərdir. 2 üstü 4 16'dır. 16'dan 1 çıxıram 15. 2 çıx 1 1. 9 çıx 1 8. 3 çıx 1 2. 25 çıx 1 24. 5 çıx 1 4. 2 vur 4 8 eləyir. Bunlar getdi. 15'i də 24'e vuracağım. Böylece 30 vurulsun. 12 360. Bu formada tapa bilərəm. Bundan əlavə də bir şey dediyim xırda bir nüansdır. Soruşa bilər tam bölənlərinin cəmi, yadda saxlayın. Tam bölənlərin cəmi həmişə sıfırdır, istənilən bir ədəddə. Nəyə görə? Tam bölən nə idi dedik? Natural ədədlərin onların əksi deyildi. Mənfi, müsbət də axı əksilər bir-birinə. Onları toplayanda onu sıfır eləyəcək. Yəni siz çaşdırmaq üçün verə bilər, nə bilimi, 189 ədədinin və yaxud da ki 256 ədədinin tam bölənlərinin cəmi. Problem yoxdur. Ədəd nə qədər böyük olursa olsun, neynir orada? Tam bölənlərin cəmi deyirsə sıfıra bərabərdir. Bunları da biləndən sonra gəlirik qarşılıqlı sadə ədədlər nədir? Qarşılıqlı sadə ədəd odur ki, birdən başqa ortaq böləni olmayan ədədlərdir. Və ya ortaq sadə vurğuları olmayan ədədlərdir. Yəni bu ədədlər birdən başqa heç bir elə bir ədəd yoxdur ki, hər ikisi ona bölünsün. Məsələn, qarşılıqlı deməli sadə ədədlər tutaq ki, deyirəm 9 ilə olsun 16. Ortaq bunların bölündüyü bir ədəd yoxdur. Birdən başqa ortaq bölənləri yoxdur. Və ya mən necə olacaq? 9-un vurğuları nədir? 3, 3, 1. Düzdür. 16-nın bölünənləri nədir?
2, 2, 2, 2, 1. Sadə vurğulara ayırsam. Görürəm ki, ortaq yoxdur burada. Bunların heç bir ortaq. Bir dənə ortaqlar 1-dir. Birdən başqa ortaq yoxdur. Ona görə bunlar qarşılıqlı sadə ədədlərdir. Bunlar da oldu belə. Qarşılıqlı sadə ədədlərdən danışdıqsa, belə bir düsturu bilməliyik ki, bayaqları biz n ədədinin sadə vurğulara ayrılışını dedik ki, bu formadadır. A üstü n, B üstü n, vur C üstü k və s. İndi n ədədini deyir ki, n-dən kiçik n ədədi ilə qarşılıqlı sadə olan ədədlərin sayı. Deyə bilər ki, bizə n-dən kiçik və n ilə qarşılıqlı sadə olan ədədlərinin sayı. Bunun üçün də düstur belədir ki, n vurulsun, 1 çıxılsın 1 böl a, 1 çıxılsın 1 böl b, 1 çıxılsın 1 böl c. Düsturumuz budur. Məsələn, 120 üzərində baxaq elə misala yenə. 120-ni yazdıq ki, 2 üstü 3, 3 üstü 1, 5 üstü 1. Düzdürmü? O zaman olacaq. N bizdə nədir? 120. Olur. 120 vurulsun. 1 çıxılsın 1 böl. A-nın yerində nə durur? 2 yazdım. 1 çıxılsın 1 böl. B-nin yerində nə durur? 3 yazdım. 1 çıxılsın 1 böl. C-nin yerində nə durur? 5. Artıq burada üstlər önəmli deyil bu düsturda bizə. Bunlar önəmli deyil. Bərabərdir 120 vurulsun. 1 çıx 2-də 1, 2-də 1, 1 çıx 3-də 1, 3-də 2, 1 çıx 5-də 1, 5-də 4. 2-lər getdi. 120 5-ə bölünür 24 dəfə, 24 3-ə bölünür 8 dəfə, 4 vurulsun 8 elədi 32. Bunu da bildik. Bunu da biləndən sonra biz gəlirik nəhayət əbob əkob anlayışlarına. Əbob əkob anlayışları. Birinci baxırıq əbob. Əbob nə idi? Əbob ən böyük ortaq bölən. Ortaq bölən. Ən böyük ortaq böləndir. Deməli, verilmiş ədədlərin hər birinin qalıqsız bölündüyü ən böyük natural ədədə əbob deyilir. İki ədədin əbobunu tapmaq üçün, məsələn, əbob 24, 36. Biz bunu tapmaq üçün nə edirik? 24-ü də sadə vurğulara ayırırıq. 24 bölünsün 2, 12. 12 bölü 2, 6. 6 bölünür 2-yə 3 dəfə, 3 də 3-ə 1 dəfə. 36-nı da ayırırıq sadə vurğulara. 2-yə 18 dəfə, 18 2-yə 9 dəfə, 9 3-ə 3 dəfə, 3 3-ə 1 dəfə. Sadə vurğulara ayırdıq hər ikisini. Ayırandan sonra ortaq olanları seçirik. Ortaq olan, baxıram. 2 burada da var, burada da var, dairəyə aldım. Yenə 2 burada da var, burada da var, dairəyə aldım. Artıq bu 2-ni dairəyə almıram. Çünki burada 3-cü 2, burada 3-cü 2 yoxdur. Ona görə bunu atdım. 3 var, bəli var, dairəyə aldım. Artıq bu 3 burada yoxdur, atdım. Ortaq olanlar hansıydı? 2, 2, 3. Yazıram onda 2 vurulsun, 2 vurulsun 3. Yəni 2 dənə 2 də ortaq, bir dənə də 3. Onları vurdum, bir-birinə elədi 12. Başqa birinə baxaq. Məsələn, əbob olsun 25 ilə 75. Ayırıram sadə vurğulara. 25-i ayırıram 5-ə, 5 dəfə, 5 5-ə 1 dəfə. 75-i ayırıram 3-ə bölünür 25 dəfə, 25 5-ə 5 dəfə, 5 5-ə 1 dəfə. Baxıram ortaq olanlar. 5, bəli var. 5, bəli var. 3 yoxdur burada. Deməli, ortaq olan 2 dənə 5-dir. Buna görə 2 dənə 5-i bir-birinə vurdum. 25. Bu formada tapırıq. Və əbobda yadda saxlayın ki, ortaq vuruğu biz qırağa çıxarda bilərik. Məsələn, əbob 3K, 4K, məsələn deyirəm 6K olsun. Olursa, biz buradan ortaq nədir bunlarda? K-dır. K-nı qırağa çıxardıb əbob 3, 4, 6. Belə tapa bilərik. Yəni, onda yuxarıdakı misala baxıramsa, əbob 25, 75-dir. Bunlar üçün
ortak hər ikisinin bölündüyü ən böyük ədəd hansıdır? 25 ortaqdır, hər ikisində var. 25-i qırağa çıxartsam nə qalacaq? Əbob 1, 3. Çünki 1-i 25-ə vuranda 25 eləyəcək, 3-ü 25-ə vuranda 75. 1 nə üçün əbobunu neçə eləyir? Tapıram. Ondan sonra vururam 25-ə, cavabı tapa bilirəm. Bu üsulla da tapa bilərik. Yadda saxlayın ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-dir. Məsələn, görürsünüz burada 1 ilə 3 qarşılıqlı sadədir, onların əbobu 1-dir. Və yaxud da ki, əbob 7 ilə 15. Qarşılıqlı sadədir, əbobu 1-dir. Hesablamağa ehtiyac yoxdur. Bu oldu belə. Əboba aid bir deməli məsələyə baxaq. Tutaq ki, deyir, misalda bizə belə. Eni 12, uzunluğu 18 olan düzbucaqlı formasında kardondan, düzbucaqlı formalı kardondan heç bir itki olmadan ən az neçə eyni kvadrat formalı kardon kəsmək olar? Heç bir itki olmadan. Heç bir itki olmasın. Heç bir itki olmadan neçə, ən çox, ən az olmadan ən az eyni kvadrat formalı kardon kəsmək olar. Həm heç bir itki olmasın və ən az neçə dənə eyni ölçülü kvadrat formalı kardon kəsmək olar. Bunun üçün nə edirik? Düzbucaqlı formasında çəkirik. Eni 12, uzunluğu 18. Ən az dediği üçün burada heç bir itki olmaması üçün və eyni kvadratlar alınması üçün 12 və 18-in əbobu tapılmalıdır. Bunların bölündüyü ən böyük ədəd. Bu da hansıdır? Əbob 12, 18. Hesablayırıq, bunların əbobunu tapırıq 6. Necə tapdım? Qısa formada deyək. 12, 18-in ortaq vuruğu nədir? Ortaq hər ikisinə bölünən bir 6-dır, hər ikisinə bölünür. 6-nı çıxartdım, qırağa nə qaldı? Əbob 2, burada qaldı 12 6-ya 2 dəfə, 18 6-ya 3 dəfə bölünür. 2 və 3 də qarşılıqlı sadə olduğu üçün əbobu 1-dir. 6 vurulsun 1 elədi 6. Deməli 12-nin 18-in əbobu 6-dır. Bu da o deməkdir ki, mən bunu tərəfi 6 olan kvadratlara böləcəm. Bu da neçə eləyəcək? 18 6-ya bölünəcək 3 dəfə. Deməli, buradan 3 dənə hissə olacaq. 12 də 6-ya 2 dəfə bölünəcək. Buradan da belə. Yəni, tərəfi 6 olan kvadrat formalı kardon. Bu da neçə dənə kardon eləyir? Deməli, 6 ədəd kardon eləyir. Bu da oldu belə. Yaxşı. Bunu da biləndən sonra biz gəlirik əkoba. Əkob nədir? Əkob ən kiçik ortaq bölünəndir. Ən kiçik ortaq bölünənə biz deyirik əkob. Ən kiçik ortaq bölünən. Ən kiçik ortaq bölünən əkobdur. Verilmiş ədədlərin hər birinə tam bölünən ədədlərin ən kiçiyi əkob adlanır dedik. Məsələn, baxıram ki, əkob 24 ilə olsun 32. Yenə eyni qaydada sadə vuruqlara ayırıram. 24 2-yə 12 dəfə, 12 2-yə 6 dəfə, 6 2-yə 3 dəfə, 3 3-ə 1 dəfə. 32-də də eyni qaydada ayırıram. 32 2-yə 16 dəfə, 16 2-yə 8 dəfə, 8 2-yə 4 dəfə, 4 2-yə 2 dəfə, 2 2-yə 1 dəfə. Sonra nə eləyirəm? Əkobda yadda saxlayın. Götürürəm. Birinci. Ən böyük ədəd hansıdır məndə? 32-dir yazıram. Ondan sonra keçirəm kiçik ədədlərə baxıram. Kiçik ədədlərdə olan vuruqlardan hansıdır ki, böyükdə yoxdur? 2-dir, var. Bu 2-dir, var. Bu 2-dir, var. Yəni 3 dənə 2-dir, burada da var olaraq qədər. Yəni ortaq var. 3, görürəm burada 3 yoxdur. Həmin o ortaq olmayanı yazıram bura.
Əbobda ortaq olanları götürdüm. Burada nə etdim? Böyük ədədi yazdım. O kiçiyində ortaq olmayan vuruğu götürdüm, yazdım bura. 32 vuruc elədi 96. Başqa birinə baxıram. Əkob olsun 16 ilə 28 deyək. 16-nı ayırıram sadə vuruq. 16 olmasın, 15 olsun qoy. 15. 15-i ayırıram sadə vuruqlara. 3-ə bölünür 5 dəfə, 5 5-ə bölünür 1 dəfə. 28-i ayırıram. 2-yə bölünür 14 dəfə, 14 2-yə 7 dəfə, 7 7-yə 1 dəfə. Yenə qayda eynidir. Böyük ədədi yazdım. Kiçiyində olanlardan hansı böyüyünə ortaq deyil? 3 yoxdur, 5 yoxdur. Elə heç biri yoxdur. Ona görə 28 vur 15 elədi. 5 vurulsun 28, 140. O da vur 3, 300, 420. Bu da oldu belə. Yadda saxlayın ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Fikir verin, burada 15 ilə 28 qarşılıqlı sadə ədədləridir. Elə onların əkobu onların hasilidir. Əbobda qarşılıqlı sadə ədədlərin əbobu 1 idi, əkobda isə hasilidir. Əbobla əkoba aid deməli, bir neçə düstura baxaq. Bu düsturlar birincisi, əbob AB vurulsun əkob AB bərabərdir A vurulsun B'dir. Ondan sonra əkob AB bölünsün əbob AB bərabərdir. C burada ortaq olmayan sadə vuruqların deməli nədir? Hasilidir. Ondan sonra deməli belə bir düstur yaza bilərik. Əbob AB bərabərdir kök altında AB bölünsün C. Bu da oldu bizdə. Bu düsturlar Əbu Bəkirbə aid əsas lazım olan düsturlar. Bunları da biləndən sonra deməli, bir də sizə bunları deyim. Bunlar da çox zaman lazım olur testlərdə. Əbob A bölü B, yəni kəsr ədədlərin əbobun bizdən tapılmaq istəyir bəzən. Bunun üçün belə yaza bilirik. 1 bölünsün BD əbob AD ilə BC-ni tapırıq. Əkobda da eyni qaydadır ki, əkob A bölü B ilə C bölü D kəsrin əkobu 1 bölünsün BD qıraqda qalır. Əkob AD ilə BC-ni tapırıq. Və yaxud da ki, belə tapa bilərik ki, əkob A bölü B ilə C bölü D. Bunu yazaram sürətdə əkob AC məxrəcdə əbob BD. Belə bir düsturla da hesablaya bilərik. Məsələn, mənə deyirsə ki, əbob 5-də 3, 4-də 1. Baxıram ki, mənim düsturum var hazır. Buradan nə edirəm? 5 ilə 4, 1 bölünsün B vurdu. Yəni 5 vur 4, 20. Əbob A vur D. Məndə A 3-dür, D də 4-dür. Fikir verin, düsturla bunları uyğunlaşdırırıq. A hansıdır, D hansıdır? 3 vur 4, 12. B vursa 1 vurulsun 5, 5. 12 ilə 5 qarşılıqlı sadə olduğundan əbubu 1 eləyir. Cavab olur 20-də 1. Eyni qaydada bu düsturla da yaza bilərsiniz. Hər hansı misalı bu düsturla da yaza bilərsiniz. O artıq, belə deyim, misalın gedişatından asılıdır. Beləliklə, natural ədədlər bölməsini izahını bitirdik. Bunu tam olaraq paylaşacağım, izləyə bilərsiniz. Növbəti mövzuların izahını isə artıq öz şagirdlərimiz ancaq izləyə biləcək, gizli olacaq yəni. Kimlər əgər bu izahları izləmək istəyirsə davamlı olaraq mövzuların izahlarını, əlavə sınaqların izahlarını və bizim dərslərimizin video qeydlərini ancaq öz şagirdlərimiz görəcək və bunun üçün də bizim dərslərimizə
qoşulmaq istəsəz aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar, sağ olun.